Mən ümumiyyətlə ekran görünür sizdə. Hə, var. Uşaqlar, demədiyim məsələ nədir? Gəlin başlayaq elə bu birinci hissədən. Esselerin müxtəlif növləri var IELTS-da. Biraz çoxdur növlər. Amma doktoranturada belə deyək də, ümumiyyətlə sizə verilən proqramda 3 dənə esse növü var. Baxın, bir əqri dizəqri var. Bax, fikir verin, bu essedir. Bir avantaj, dezavantaj hissələridir. Bir də ki, discuss both view, bir də ki, opinion da bir yerdə gedirlər bunlar. İndi məsələ nədir burada? Təbii ki, hamısı essedir. Yəni, burada fərqlənən bir şey yoxdur. Hamısının girişi olmalıdır. Yəni, esse nə deməkdir? Yəni, inşa kimi bir şeydir. Girişi olur, ondan sonra əsas hissəsi olur, bir də ki, nəticəsi olmalıdır. Bu mütləqdir. Amma indi hər bir essenin müəyyən qədər şeyi var da, fərqli cəhətləri var. Onlara da biraz əməl eləmək lazımdır. Birinci istəyirəm ki, bu qrafik üzərindən siz baxasınız ki, məsələn, əqri, dizəqridə nəyə diqqət eləməliyik? Sözcə, tələbələr əslində çox vaxt şablonu axtarırlar bu esseni yazmağa. Amma o şablondan əlavə uşaqlar, bilirsiniz, şablonu onsuz, yəni öyrənməyə nə var ki? Yəni şablonu bir günə də əzbərləyərsən. Şablon yəni elə də çətin bir məsələ deyil. Şablon bilirsiniz mən nə deyirəm? Məsələn, lazımlı cümlələri verir sənə, ortalarını sən özün doldurursan. Söhbət bundan gedir. Amma özünüz yazsaz daha yaxşı olar. Yəni, əgər balın yaxşı gəlməyini istəyirsinizsə, yəni yuxarı bal almaq istəyirsinizsə, çalışmaq lazımdır ki, öz arqumentlərinizi deyəsiniz, biraz fikirlərinizi özünüz şey eləyəsiniz, necə deyirlər, onu müdafiə eləyəsiniz. Yəni, şablon yazılmış esselər elə də yuxarı bal almır. Sözü, keçmək şansı olur, keçir imtahandan, amma yəni yuxarı bal olmur da. Orada artıq, məsələn, 3 bal, nə bilim, elə 4 bal. Məsələn, keçənlər biri 4,75 almışdı, elə şablon yazaraq. Yəni, uzun sözün qısası, çalışmaq lazımdır ki, özünüz yazasınız. Şablondan biraz uzaq qalın. 10 baldan, ümumi 10 baldan. Və şablon da hə, nə edirdim uşaqlar? Yəni, şablondan çalışın uzaq qalın, amma görsəz ki, ən axırıncı versiyada, yəni heç cür eləyə bilmirsən, heç cür yaza bilmirsən, hətta onda başqa bir deyəcəyim söz qalmır. Şablona üstünlük vermək lazımdır. İndi mən sizə bugün demək olar ki, dərsdən sonra atacağım onları ki, siz özünüz analiz edib baxasınız. Amma yenə deyirəm, çalışın, birinci özünüz yazın. Adam özünü biraz zorlamalıdır ki, bunu yazın. Yoxsa rahata qaçsan, şablona getsən, yazmaq istəməyəcəksən. Belə. İndi uşaqlar, başlayıram əqri dizəqridən. Məsələ nədir burada? Bilirsiniz ki, əqri nə deməkdir? Razısan, dizəqridə razı deyilsən. Elə deyil. Bu tipli esseləri sənə düşəndə əgər əqri dizəqri essesi düşürsə, təbii ki, sizə sualı verir. İndi birazdan nümunələri də göstərəcəm. Sualı qoyur, məsələn, kompüterlər günümüzdə insanların həyatında böyük rol oynayır, amma onların sağlamlığına böyük təhlükədir. Bu sənə bir verilən mövzudur. Və sonra altında yazır. Do you agree or disagree? Yəni, sən bu verilən mövzu ilə razısan, yoxsa razı deyilsən? Yəni, kompüterlər, bəli, günümüzdə rol oynayır, amma mövzunu belə qoyub da, insanların sağlamlığına böyük təsiri var. Sən orada mövzunu oxuyandan sonra fikirləşməlisən ki, baxın, tərəf seçimi. Və bunu ona görə bura qoymuşam ki, net şəkildə bildirməlisən ki, ya tutaq ki, mən razıyam, həqiqətən də insanların sağlamlığına mənfi təsir eləyir. Ya da ki, uşaqlar, narazıyam, indi nə bilim, onlar da insandır, deyər ki, mənfi təsir eləmir. Söz yox, onu deyən adamlar az olar. Niyə görə? Çünki bu real bir şeydir də, elə deyil. Həqiqətən də adama təsiri var. Gözə təsir eləyir, beyinə təsir eləyir, adam psixologiyasına təsir eləyir, bu öz yerində. Sonra da uşaqlar, argument. Argumentasiya birisi nə deməkdir? Yəni, sən razısansa, niyə görə razısan? Məsələn, mənə deyirsiniz ki, hə, müəllim, mən razıyam ki, kompüter adamın sağlamlığına pis təsir eləyir. Bəli, mən də razılaşıram. Amma sən deməlisən axı, niyə görə pis təsir eləyir? Bax, bunun səbəbləri nədir? Ən azı uşaqlar 2 dənə səbəb verməlisiniz. Məsələn,
Birinci səbəb nə ola bilər? E, Niyə pis təsir eləyər? Tutaq ki, bütün günü ekrana baxmaq insan gözlərinə və yaxud da insan beyninə, nə bilim, ümumiyyətlə bütün bədəninə də belə deyək də, bədən quruluşuna mənfi təsir eləyir. Bu sənin bir səbəbin. İndi ikinci səbəb ağlıma gəlmədi, amma bir dənə də səbəb verməlisiniz. Niyə görə? Çünki esse uşaqlar iki dənə hissədən ibarət olur. Əsas hissə olaraq. Baxın, body one və body two. Bunlar nə deməkdir? Yəni, birinci hissə, yəni əsasın ilk hissəsi body one, sonra ikinci hissəsi. Və siz orada uşaqlar body one-da birinci səbəbi izah eləyirsiniz. Hələ bunu skrit olaraq gedirəm, amma məsələn, nəyi necə eləmək lazım? Nümunə göstərəcəm sizə. Birinci səbəbi izah eləyirsən, ona nümunə göstərirsən ki, yəni biraz daha aydın olsun da, başa düşülən formada. Sonra da ikinci səbəbi izah eləyirsiniz bu formada. Əks arqumentin zəifliyi. Bunu deyə də bilərsiniz, deməyə də bilərsiniz. Əsas məsələ odur ki, səbəbləri məsələn qoydun ora, başda bunları artıq izah eləməyə. Bu olur sizdə əqri dizəqri hissələri, ümumi struktur olaraq. İndi nümunə göstərəcəm dediyim kimi uşaqlar. Sonra gəlir avantaj, dezavantaj. Baxın, avantaj, dezavantajın ondan fərqi bilirsiniz nədir? Burada artıq səbəb yox, sadəcə üstünlük və çatışmayan cəhət verməlisiniz. Amma bir, belə deyək də, bəzən tələbələr soruşur ki, məsələn, ancaq üstünlükmü yazım, yoxsa dezavantajmı, yəni çatışmayan cəhətmi? Uşaqlar, ikisini də yazmaq lazımdır. Yəni, həm avantajdan bəhs eləməlisən, həm dezavantajdan. Məsələn, yuxarıda biz əqri dizəqridə nə dedik? Ya əqri ola bilirəm, ya dizəqri ola bilirəm, elə deyil. Məsələn, ya mövzu ilə razı olaram, ya da narazı olaram. Bu aydın məsələdir. Ya da uşaqlar, ortalıq bir mövqedə var, buna partial deyirlər. Bilmirəm, eşitmişsiniz, partial nə deməkdir ümumiyyətlə, kim deyər? Bəli. Məsələn, ola bilər bu da qəbul olunan. Da indi görürsən ki, tam razı deyilsən, olur da elə mövzu var ki, tam razı ola bilmirsən də. Bəzi mövzular var, göstərəcəm onları da. Məsələn, ona deyirsən ki, partially agree. Qismən razıyam. Deməli, qismən razıyam deyirəmsə, orada biraz nəyim var mənim? Bir balaca narazılıq səbəbim də var. Və yaxud da partially disagree deyirəm. Qismən narazıyam. Yəni, qismən narazı tərəfdir, amma biraz da razılığım da var. Belə də götürə bilərsiniz. Amma avantaj, dezavantaj esselərində mütləq şəkildə həm avantaj verilməlidir, həm dezavantaj verilməlidir uşaqlar. Bir də, burada məsələ nədir? Baxın, body one yenə o əsasın birinci hissəsi sayılır. Orada siz avantajdan danışırsınız. Bir də uşaqlar, avantaj belə deyək də, əslində iki dənə olsa bəsdir. Məsələn, mövzu verib sənə. Yəni, mövzu ilə bağlı 2 dənə avantaj yazsanız, biraz onu izah eləsəz, kifayət eləyir. 3-4 dənə olarmı? Əslində ola bilər yazmaq. Amma onlar biraz geniş sayılır deyə, söz sayınız artacaq da, belə deyim. Yəni, burada sizə verilən limit nə qədərdir söz sayı ümumilikdə? 200-250-dir də, elə deyil. Sən 3 dənə avantaj, 4 dənə avantaj götürsən, onların hər birini bir-bir izah eləsən, görün hara gedir. 300-ə yaxın, 300-dən də çox hətta söz eləyir. Ona görə məsləhətim odur ki, 2 dənə qəşəng avantaj yazın. Məsələn, bir var 3 dənə, 4 dənə belə də, elə belə avantaj yazırsan. Bir də var ki, 2 dənə normal avantaj yazırsan. Sonra uşaqlar, təbii ki, bunu verdiniz. Sonra gəlirsən body 2-də çatışmazlıqlar, yəni dezavantaj. Nəyinsə çatışmayan cəhət, elə deyil. Məsələn, gəlin elə kompüter üzərindən gedək. Tutaq ki, mövzudur sizə düşüb ki, kompüterlər insan həyatında böyük rol oynayır. Və kompüterin avantajlarını, dezavantajlarını deyin. Baxın, avantaj kimi nə deyə bilərik? Məsələn, birini mənə deyin hələ. Məsələn, bəli, data yığmağı asanlaşdırır. Bu bir avantaj. İkinci avantaj, uşaqlar, nə ola bilər? Nə deyə bilərik məsələn? Birini informasiya götürdüm, okey. Data əldə eləməyi sürətləndirir. Məsələn, uşaqlar, ikinci avantaj kimi elə proqram təminatda ola bilər və yaxud da, məsələn, tutaq ki, belə deyək də, çox vaxt sərf eləmədən işlərinizi həll eləyə bilərsiniz, ya evdən çıxmadan nələrsə həll eləmək olur. Baxın, indi kompüterlə biraz o baxımdan adama kömək olur. Əgər yanındadırsa,
Məsələn, heç ofisə getmədən də müəyyən işlər var, o proqram təminatı ilə, elə sənin sözünə qüvvət. Məsələn, onunla işlərini rahat həll edə bilərsən. Hə, dezavantaja gələndə təbii ki, birinci nəyi deyəcəyik? Sağlamlıq, mənfi təsir sağlamlıqadır. Bu artıq bilinən bir şeydir. Bəs ikinci nə ola bilər? Dezavantaj. Sağlamlığı hamımız bilirik, okey, yazarıq. Bəs ikinci nə yazarıq? Hə, asıllıq yaradır. Ola bilər. Yəni şeydən təsir də olunma. Real həyatdan təsir də olunma. Bu da ola bilər. Baxış olaraq belə. Yəni indi sözü biz bunu Azərbaycan dilində dedik. Bunlar ingilis dilində verilməlidir təbii ki. Bax bu formada avantaj, dezavantajı verirsən, sonra da başlayırsan izah eləməyə təbii ki. Bu belə. Hə, göstərəcəm inşallah. Sadəcə olaraq bunları test üzərindən keçirəm ki, yəni bilin də söhbət nədən gedir ümumi quruluş olaraq. Bir uşaqlar, ən çox qəbula düşən üçüncü tip esse. Discuss boss view. Məndə keçən ilin esseləri var idi, sadəcə o işdə qalıb. Onu gələn dəfə şəklini çəkib atacağam sizə. Həm diaqramım var, həm də ki şey var, esse mövzusu var idi. Ataram, onlara da bir baxarsınız. Deməli, discuss boss view uşaqlar. Sizdən bir şey soruşum. Boss view nə deməkdir? Ümumiyyətlə, discuss boss view nə anlama gəlir? Hərfi mənada. Müzakirə. Elə bunun adında gizlidir hər şey. Bax, fikir verin. İki tərəfi də, iki fikirdə müzakirə elə. Yəni, məqsəd nədir? Burada sizə uşaqlar, bu yuxarıdakılərdən fərqli olaraq, bax, əqri, dizəqri və avantaj, dezavantajdan fərqli olaraq sizə özü iki dənə fikir verir. Məsələn, görüm o kitab məndə burada var. Mən baxım uşaqlar. Bircə saniyə. Bayaq dediyim kimi, 2 dənə fikir verirlər uşaqlar. Baxın, boss view 2 fikir deməkdir. Və siz birinci yanaşmanı body 1-də izah eləyirsiniz. Amma orada neytrallığı saxlamaq lazımdır. Məsələn, mən belə düşünürəm, o belə düşünür, biz belə fikirləşirik, yox. Ümumiyyətlə, öz fikrin olsa belə, onu cəmiyyətin adından deməlisən. Məsələn, aparılan araşdırmalara əsasən, məsələn, according to studies, tədqiqatlara görə, ya nə bilim, according to society, cəmiyyətə görə, most individuals, məsələn, əksər insanlar, məsələn, belə fikirləşir ki, daha çox çalışmaq lazımdır ki, essedə ümumi danışasan. Yəni, orada xüsusi formada, belə deyək də, şeyə getmək olmaz, fikirlər vermək olmur. Body 2-də də, bayaq dedik, ikinci yanaşmanı deyirsiniz, yəni o discuss boss view ilə bağlı sizə nə verilmişdirsə. Axırda da uşaqlar, bu əsaslandırma o deməkdir ki, yekunda. Məsələn, indi sən tutaq ki, bunu analiz elədin də, sən 2 dənə fikir veriblər, yazdın, bitirdin bunu. İndi sənə deyir ki, nəticəni belə yazmalısan ki, orada hansı ilə razısan? Bax, məsələn, birinci yanaşma mı düzdür sənə görə, yoxsa ikinci yanaşma mı? Nəticədə onu bildirirsən ki, mənim fikrimcə bu deyilənləri nəzərə alsaq, məsələn, birinci yanaşma daha, necə deyərlər, şeydir, belə deyək də, xoşdur, xoşa gələn deyə nəsə bir fərqli cümləni ifadə edirsən. Ya ikinci yanaşmanı qəbul edə bilərsən, ya da ki, uşaqlar, belə eləmək olar orada. Məsələn, bir balanslı fikir saxlamaq olardı. İndi insanıq da yenə də. Ola bilər sən birinci yanaşmanı da xoşlayarsan, ikinci yanaşmanı da. O zaman deyəcəksən ki, mən həm birinci ilə, həm də ikinci ilə, yəni verilənləri nəzərə alaraq hər ikisi ilə razıyam. Bax, bu formada. Yəni, bunlar, bu üçü, bu üç növ sizə düşən əsas esse tipləridir. Və daha çox da bizim işimiz olacaq bunların üzərində. İndi nümunə olaraq da göstərəcəm. Görün vaxt çatdırsa birində sizlə yazarıq, ya ən azı bir mövzunu parafrez eləyərsiniz, heç olmaya 2 dənə səbəb verərsiniz bu formada. Bu hissədən sualı olan varmı? Kimisə beyində qalan, yenə soruşmaq istədiyi məqam varsa soruşsun məndən. Baxmasın. Məsələn, baxın, problem solution var. Elə deyil. Yəni bu sizin üçün o qədər də önəmli deyil. Niyə görə önəmli deyil? Çünki IELTS-a düşür. Belə deyim. İndi sizə lazım olan hissələri gəlin tapaq oradan. Sadəcə mən bunu gedim yenə o şeydə açım ki, üstündə editlər apara bilim.
Hı, okey. Bunların hamısını atacağım sizə. E, Belə də nəzərdən keçirməyin. Bu biraz daha belə ağır versiyada yazılmış şeylərdir. Çünki bunu mən daha çox IELTS-da istifadə edirəm. Amma yəni sizin üçün də faydalıdır da. Yəni nə qədər çox esse görsəz elə o qədər yaxşıdır. Məsələn, bax gəlin buradan şeyə baxaq bir avantaj, dezavantaj essesinə. Görə necə yazılır. İndi sizdən bir şey istəyirəm uşaqlar. Bir dənə bu mövzunu özünüz oxuyun. Tərcümə eləməyə çalışın bax bu hissəni. Görün başa düşəcəksiniz nə istəyir sizdən. Aha, kim deyə bilər uşaqlar? Mövzu nədir? Nə istəyir bizdən? Hı -hı. Səsim gəlir dostlar sizə. Bax ki bir avantaj, dezavantaj essesi deyil, sizə düşür. Buradan bu mövzunu bir dənə mənə deməyə çalışın görək. Söhbət nədən gedir? Nə istəyir bizdən? Hı -hı. Vergilər. Aha, vergi qoymalıdır. Bəli, ictimai nəqliyyatı inkişaf etdirmək üçün. Uşaqlar, baxın, mövzu budur sizə verilən və səndən soruşur ki, belə deyək də, belə bir həll yolunun avantaj və dezavantajları nələrdir? İndi siz bu esseni yazanda, bayaq dediyim kimi, 3 dənə hissəsi var da, girişi var, əsas hissəsi var, bir də nəyi olmalıdır? Nəticə. Uşaqlar, girişi yazanda həmişə yadda saxlayın. Burada verilən mövzu nədirsə, bunu birinci parafrez eləmək lazımdır. Bayaq onun quruluşu üzərindən getdik. Məsələn, tutaq ki, izah elədik. Amma belə canlı formada, məsələn, tutaq ki, bunun nümunəsinə baxıramsa, nə eləmək lazımdır? Və burada verilən mövzu var ya, onu götürüb parafrez eləyirsiniz. Parafrez eləmək nə deməkdir? Mənanı olduğu kimi saxlayırsan və məna olduğu kimi qalmalıdır. Amma deməli, sözləri dəyişirsiniz. Yəni, əlinizdən gəldiyi qədər cümlə quruluşu ola bilər, sözlər ola bilər ki, dəyişilsin. Məsələn, gəlin birinci hissəyə baxaq. Bu hissəyə baxın. Mən bunu belə bir parafrez eləmişəm. Diqqətlə baxın. Məsələn, yazmışam ki, çox insanlar inanır ki, many people believe that trafikdə olan problemlər resolve bilirsiniz də nə deməkdir? Həll olunmaq. Elə deyil, həll edilmək. Həll edilə bilər. Necə həll edilə bilər? Əgər hökumət private şəxsi avtomobillərin üzərinə yəni takslar, vergilər qoysa, nə üçün? Public transportu aha. Yəni impoz vergi qoymaq, vergini əslində impoz üzə çıxartmaqdır. Yəni burada üzə şey kimi gedir də, vergi qoymaq kimi gedir elə mənası. Aha, tətbiq eləmək kimi. Baxın, bu oldu mənim girişimin ilk cümləsi. Bu bütün esselərdə eynidir uşaqlar. Bax yadda saxlayın. Yəni, bax fikir verirsiniz. Mövzunu verdi mənə. Mövzunu nə elədim? Parafrez elədim. Əlimdən gəldiyi qədər çalışıram ki, sözləri dəyişim, cümlə quruluşunu dəyişim. İndi o uşaqlar biraz bilirsiniz məsələ nədir? O biraz olar qabiliyyət tələb edir adamdan. Bir də yazmaq. Yəni nə qədər çox məşğul olsan, o qədər də yaxşı, rahat eləyə bilirsən. Amma nə qədər az məşğul olsan, o qədər də çətin olur. Yəni ona görə çalışın. Məsələn, esseni tam yazmasanız belə, mövzular var da, indi mən sizə göndərəcəm. O doktorantura kitabının arxasında da var. Mövzuları götürün, parafrez eləyin.
adlarını, məsələn, ya nə bilim, internetdən mövzuatlar götürə bilərsiniz parafraz eləmək üçün də. Sadə formada, mürəkkəb formada fərqi yoxdur. Əlinizdən necə gəlir parafraz edin. Okay. Bax görürsüz, ora yazılanı mən dəyişdim bu cümlə formasında. Enhancement da sözü nə deməkdir? Artırmaq, məsələn, inkişaf elətdirmək. Burada improve-un sinonimi kimi gedir. Məsələn, improvement, development sözləri var, development yazılır. Məsələn, onların daha üst səviyyəsidir. Enhance sözündən yaranıb. Enhance nə deməkdir? Keyfiyyətini artırmaq, yaxşılaşdırmaq və bu mənada. Və uşaqlar, sonra da mini versiyada yazıram ki, bunu yazmaya da bilərsə və bu cümlə əsasən IELTS-a aiddir. Yəni seçimdən asılıdır. Bu hissəni verməyə də bilərsiniz. Girişdə bu ikinci cümləni ki, məsələn, ilkin olaraq bu essedə will discuss nə deməkdir? Müzakirə eləyəcəm, elə deyil. Müzakirə eləyəcəm nəyi? Özəl maşınlar üzərinə əgər vergi qoysam, onun faydalarını. İkinci olaraq da belə bir qanunun nəyini? Drawback nə deməkdir bəs uşaqlar? Çatışmayan cəhətlər, elə deyil. Drawback, negative sides, elə deyilmi? Sonra demerits, bunlar hamısı mənfi tərəf kimi gedirlər. Bunu deməyə də bilərsən, amma yazsız daha yaxşı olur. Bir də tələbələr bəzən burada deyir ki, niyə görə diz essay yazırıq uşaqlar? Akademiklik göstərmək üçün, məsələn, I will discuss da yazırlar əslində ora daha çox əksər tələbə. Amma daha belə akademik görünməyini istəyirsinizsə, diz essay yazmağınız daha belə məqsədə uyğundur. Okay, girişini verdiniz. Yəni giriş budur. Giriş onsuz belə də böyük bir şey deyil, yenə deyirəm. Bu cümləni parafraz edirsən, bir də ürəyin istəsə davamına yazırsan ki, məsələn, tutaq ki, birinci olaraq avantajları müzakirə edirəm, ikinci dezavantajları. Bir də dostlar, əlavə olaraq hətta avantajları nədir, onu da yaza bilərsiniz. Onsuz 2 dənə avantaj verir sizə. Məsələn, yaza bilərsiniz ki, filan avantajları var bu mövzunun. Və bir də belə bir dezavantajları var ki, oxuyan adam bilsin də sən nədən danışacaqsan. Onu da verəndən sonra başlayırsınız nəyə? Və bu hissələrdən gedir əsas hissə. Bax bura. Baxın. 2 dənə əsas hissəniz var. Mən əksərən on the one hand, on the other hand bağlayıcı kimi bunlardan istifadə edirəm. İndi seçim sizindir. Məsələn, siz firstly, secondly də deyə bilərsiniz. To begin with, məsələn, bununla başlayaq. Və yaxud da firstly, I want to mention that. İlk olaraq vurğulamaq istəyirəm ki, belə müxtəlif şeylər var. Amma on the one hand, ha, aha, hı -hı. O da olar. Yəni problem deyil uşaqlar. Elə də yaza bilərsiniz. Bu formada da getmək olar. On the one hand nə deməkdir? Bir tərəfdən, elə deyil. On the other hand, o da digər tərəfdən. İndi məsələn uşaqlar, burada məsələn, gələk görək mən burada nə vermişəm faydalı cəhət kimi. Baxın, faydası buradan başlayır. Biraz burada əvvəldə danışmışam, amma bu hissəyə gəlmişəm ki, nəyi artırır? Büdcəni artırmağa kömək edir. Hə, təbii ki, bu büdcəni artırmaq deyəndə mən dövlət büdcəsini nəzərdə tutmuşam, elə deyil. Və bu da nəyə icazə verir bizə? Hansı ki, fondlar, bu fondlarla da biz yolların vəziyyətini yaxşılaşdıra bilirik, dəmir yollarını yaxşılaşdıra bilirik, ictimai nəqliyyat, o şeydə, vehicle nə deməkdir? Vehicle söz daha doğrusu, nəqliyyat vasitələri. İctimai nəqliyyatı yaxşılaşdırmaq olar. Bunun müsbət tərəfi, okey. Büdcə artdı, bununla sən yolları, dəmir yollarının nəqliyyat vasitələri üçün olan o vəziyyəti, condition var hətta əvvəlində, onu yaxşılaşdırırsan. Yəni davamında artıq bunları izah eləmişəm. Məsələn, bu büdcə deyir ki, küçələri inkişaf elətdirir. Highway uşaqlar magistral yollar deməkdir. Magistral yolları inkişaf elətdirir. Bax bu formada. Bir də məsələ odur ki, for example məsələsi. Nümunə vermək lazımdır, amma nümunəni çalışın çox uydurma eləməyin, onu da deyim sizə. Yəni bəzən tələbələr çox belə uydurma nümunələr verirlər. Məsələn, rəqəmi yazır, amma necə yazır, mən sizə deyim. Nə qədər ora şeyi, statistik göstərici yazır. Məsələn, filan şeyin araşdırmasına əsasən 5% miqdarında nə bilim nə 10% nəyi artırır, nə 20% nə olur.
Bunlar biraz nəzərə çarpır. Ona görə çalışın nümunəni özünüzdən versəz belə yalandan atmaq olar da nümunə hissəsini. Amma biraz daha belə yüngülvari yalanlar danışın. Məsələn, çox statistik rəqəmlər, çox dövlət qurumu adları falan yazmayın ora. Çünki onlar biraz nəzərə çarpır və yoxlayan adam bilir ki, böyük ehtimal səhv də ola bilər və balınız aşağı düşər. Məsələn, bax burada indi mən götürdüyüm nümunə bu düzdür. 2016-cı ildə nə bilim məruzə olunur ki, filan şey filandır. Təbii ki, bilirsənsə əgər o başqa, yaz onu. Sözüm onda deyil. Sadəcə mənim sözüm birisi nədir uşaqlar? O bilməyərəkdən yalandan atırsan nümunə. Və o hissələrinə biraz diqqət eləmək lazımdır. Bilmirsənsə nəzəri formada yaz. Çox rəqəmlərlə oranı doldurma ki, oxuyan adamın çox diqqətini çəkməsin. Belə. Bu birinci hissədir. Bunun müsbət tərəfini dedik. Büdcəni artırdı. Büdcəni artırır nə eləyir? Yollar inkişaf elədi, magistral yolları düzəltdim, küçələri düzəltdim, ictimai nəqliyyat vasitələrinin vəziyyətini düzəltdim və s. Bunu qeyd elədim. Sonra gəldi ikinci hissəyə. İkinci hissə bizdə nə olacaq? Dezavantaj. Yəni bunun drawbackləri, çatışmayan cəhətləri. Bu outreach sözünün mənası nə deməkdir? Kim deyər? Mənasını bilirsiniz? Günü bilirsən mənasını, nə bilmirsən? Uşaqlar, bunun mənası rage sözü var ya, ondan sinonimdir. Amma sonra bu sözlə də sinonimdir. Baxın, yazacağım biləcəksiniz. Bax. Amma onun hardasa B2 versiyasıdır. Və böyük qəzəb demir. Yəni, digər tərəfdən bu vergini qoymaqla nə eləyə bilərsən? E, maşın sahiblərinə qəzəb yaratmaq olar. Yəni, hansı ki, bunlar nə edirlər? Qəzəblənə bilərlər, hiddətlənə bilərlər. Elə deyil. Və hansı ki, bu da, uşaqlar, maşın alanların sayını nə eləyər? Azaldar, aşağı salar. Yəni burada mən qəzəblənmək deyəndə üsyan çıxartmaq kimi nəzərə tutmamışam da. Yəni əsəbləşərlər və bu duruma görə vergi verməlidirlər axı. Ona görə də artıq fikirləşərlər ki, mən aldığım maşın sayını azaldım. Və hansı ki, və burada lower yazılıb, lower sözü və bu aşağı düşmək deməkdir. Yəni maşın alanların sayı aşağı düşə bilər. Və bu da nəyə təsir eləyər uşaqlar? Maşın sənayesinə, maşın istehsalı, manufacturing industry buna təsir eləyər. Aydındır? Sonra onun davamında düzcə buna uyğun nə yazmışam? Tələb az olsa, demand nə deməkdir tələb? Tələb az olsa, maşın şirkətləri nə eləyər? Öz işçilərini işdən çıxardar. Bu insanları işsiz eləyər. Yəni bu mənim fikrimdir. Yəni bu PDF-i özüm hazırlamışam. Bu mənim şəxsi fikirlərimdir. İndi ola bilər deyərsən ki, müəllim, mən bu fikri istəmirəm, başqa bir şey yazdım. Okay. Yəni demirəm, indi bunu yaz ora. Sadəcə bunu hazırlayanda vaxtında yəni ağlıma bunlar gəlib bu mövzu ilə bağlı. Ki fikirləşdim ki, tutaq ki, götürək bizim özümüzə də uşaqlar. Məsələn, benzinin qiyməti artsa, daha da artsa nə olar? Camaat maşın sürməyi dayandırardı, elə deyil. Çalışar ki, əksər yerə şeylə getsin. Avtobusla getsin, metro ilə getsin. Ücret sən maşını almayanda nə olur? Avtomatik bu təsir eləyir də, dövrdür. Deməli, avtomobili almırsan, tələb düşür, istehsalı azalır. Onu istehsal edən şirkət də işçiləri işdən çıxardır. Bu formada bir-birinə dövrvari təsir elədi. Nəticədə də bu bunun mənfi tərəfidir. Elə deyil, həmin orada çalışan insanın gəliri əlindən çıxmış olur. Yəni müsbət tərəf kimi okey dedik. Büdcəni artırdı, mənfi tərəfdə bunu qeyd elədi. İzah elədim bunda. Ondan sonra uşaqlar, axırdadır. Bir dənə nəticə vermək lazımdır. Nəticədə məsələ bilirsiniz nədir? Nəticə sizin öz fikriniz olmalıdır. Məsələn, tutaq ki, deyək də, avantaj mı yaxşıdır, yoxsa dezavantaj mı yaxşıdır? Ya bunu necə eləmək lazımdır ki, yaxşı olsun? Bu formada. İndi sizdən nəyi istəyəcəm uşaqlar? Bir dənə bu nəticə hissəsini özünüzdə oxuyun. Bu mən tərcümə eləməyə çalışım da, nə demək istəyir?
Günür deyə bilərsən sən. Nə başa düşdün? Bax, nəticədə mən nə yazmışam? Okey. Başqa kim deyə bilər uşaqlar? Kim deyə bilirsə desin. Problem deyil. Hə, onlar. Pro, yəni üstün tərəfi. Hı -hı. Hı -hı. Konda mənfi tərəf deməkdir. Hı -hı. Hı -hı. Hı -hı. Gətirib çıxarır. Yəni hə, əslən düzdür. Bir dənə bu hissədə biraz şey oldu. Burada dedi ki, nə? Hökumətin, belə deyək də, vergi siyasəti, belə desək, yox, büdcə, belə deyək, vergi büdcəsi, müsbət tərəfləri nə olur? Davamın düz dediyi, public transportation sistemi inkişaf elətdirir. Amma digər mənfi tərəfi də var idi axı bunun. Maşınlar azalır, bu da korrupsiyanı azaldır, amma nəyə gətirib çıxarır? Yüksək işsizlik dərəcəsinə, unemployment rate-ə. Bax belə. Yəni dostlar, bu indi tam hamısını oxumadıq bunun içində, amma yəni avantaj, dezavantajın yazılma tipidir. Bax, tipaj belədir, bu belə getməyəcək. İndi təbii ki, özünüzdən improvizlər qata bilərsiniz. Məsələn, bayaq Əli dediyi kimi, yəni müəyyən dəyişikliklər indi okey, qəbul olunandır. Amma çox da çalışın ki, bundan kənara çıxmayasınız. İndi də bu avantaj, dezavantajdırsa, sən bunu bayaq da dedim. Əqri-dizəqri kimi yaza bilməzsən. Aydındır? Çalışın ki, bu strukturu qoruyasınız. Yaxşımı? Belə. İndi bununla bağlı sualı olan varmı? Bax, burada başa düşmədiyiniz məqam, nəyi necə yazırıq, hara yazılmalıdır, verin. Əgər sual varsa. Hamıya aydındır, dostlar. Problem yoxdur. Yaxşı. Hər halda sual gəlmirsə aydındır. İndi yazanda da hər lap bizə şey olar da, məlum olar necədir. Da avantaj, dezavantajı baxdıq. Bu da buna baxmıram təzədən. Bunları atacam, amma oxuyar uşaqlar. Bir də oxumaq çox kömək olur, onu da deyim sizə. Yəni nə qədər çox oxusanız, o qədər yaxşı da yaza biləcəksiniz. Hə, indi gəldim əqri-dizəqriyə. Uşaqlar, tez-tez bunu da üstündən bir dənə keçirəm. Baxın, əqri-dizəqri, bunu mən hardan bilirəm? Təbii ki, sualı belə qoyubdur. Məsələn, yuxarıda niyə görə avantaj SS dedim? Görürəm ki, axırda avantaj, dezavantaj istəyir məndən. Burada da görürəm ki, yazıb do you agree or disagree? Yəni, razısan yoxsa razı deyilsən? Məndən bunu istəyir. İndi bir dənə mövzuya gəlirəm. Mövzunu gəlin elə bir yerdə deyək, vaxt getməsin. Yazıb bəzi insanlar düşünür ki, bütün kriminal nədir uşaqlar? Kriminal yəni cinayətkarlar, elə deyil, həbsdə olanlar. Bütün cinayətkarlar zindanda saxlanılmamalıdır. Qabağında burada not var. Prisonda zindandır, elə deyil. Sonra bir dənə fikir var əlavə yenə. Amma onlardan bəziləri də düşünür ki, icazə verməlidirlər ki, bu insanlar nə eləsinlər uşaqlar? Unpaid work. Unpaid work nə deməkdir? Yəni ödəniş olunmayan iş deyil. Yəni iməcli işlər deyirlər bizdə. Belə ağac əkməkdir, yol təmizləməkdir, nə bilim körpünün tikilməsində iştirak edir. Bu tipli söhbət işlərdən gedir. Sənə verilən mövzu budur və sənə deyir, razısan, razı deyilsən. Razı ola bilərsən, narazı ola bilərsən, ya da ki, o bayaq dedimi, qismən razı və qismən narazı ola bilərsən, sizdən asılıdır. Uşaqlar, dəyişən bir şey varmı? Heç nə dəyişmir. Yenə də giriş olmalıdır. Bax, bu sənin girişindir. Girişin birinci cümləsi nə olurdu həmişə? Paraphrase. Nəyi paraphrase eləyirəm? Və bunu. Və bu cümləni götürürəm, dəyişə bildiyim şəkildə dəyişirəm. Məsələn, mən ən çox indi özünüz də görəcəksiniz inşallah bu vaxtlar ərzində
Ən çox mən bundan istifadə edirəm, elə özüm esselerimdə də. It's sold by some. Yəni, bunlar şablon ifadələrdir. Birini yadda saxlayırsan, hər yerə yazırsan, gedir də onsuz imtahan bir dəfə olur, ona hara gəldi yazmaq olar. Aydındır nə demək istəyirəm. It is sold by some nə deməkdir uşaqlar? Bəziləri tərəfindən düşünülür ki, məsələn, burada yazıb some people believe that, bax fikir verin, bəzi insanlar inanır ki. Mən götürüb bunu məhsulda verdim bu hissəni. Biraz qrammatik quruluşunu dəyişdim ki, gözə belə daha şey görünsün də, yaxşı görünsün. It is sold by some. Bəziləri tərəfindən düşünülür ki, uşaqlar, not all, bunları saxlamışam, çünki nə ilə dəyişə bilərəm? Bunlar qalmalıdır yerində. Criminalın yerinə felon qoymuşam. Felon sözü də elə criminalın sinonimidir. Hə, burada mən uzaq başı nə eləyə bilərdim? Should'un yerinə ought to yaza bilərdim. Bilirsiniz də, ought to, should'un nəyi sayılır? Sinonimi. Məsələn, onu eləyə bilərdim, amma dəyişməmişəm. Should be put in a jail. Uşaqlar, prison'ın yerinə jail qeyd eləmişəm. Bu da öz yerində. Sonra, but rather, davamında yenə gəlmişəm. They should complete community work. Məsələn, bura unpaid work yazılıb, pulsuz işlər. Mən onu birləşdirib yazmışam ki, community work. Yəni, icma işləri də, iməcli işləri kimi. Okey, bunu verdim, bu giriş hissəni yazdım. Ondan sonra sənə sual verir baxa burada. Səndən nəyi soruşur? Razısan, yoxsa razı deyilsən? Sən deməlisən ki, ya razıyam, ya bayaq dediyim məsələ, ya da razı deyiləm. Baxın, mən də təbii ki, razı olmuşam. Yazmışam ki, bu esse razılaşır ki, uşaqlar, da I agree demirəm, bayaq da dediyim kimi, I agree biraz daha şey qalır, informal qalır. Ona görə this essay yazmaq lazımdır. This essay agrees that, yəni bu esse razılaşır ki, qanun qaçaqları, lawbreakers elə bir növ criminal sinonimidir. Əgər iməcli işləri görə bilsə, being able to work in the community can be really beneficial. Beneficial nəyin sinonimi dostlar? Kim deyər? Nə gedə bilər? Useful ola bilər. Amma useful-la nisbətən daha üst leveldir bu. Və uşaqlar, sonra nə yazırsınız? Sonra da o bayaq dedimi? Okey, razıyam. Niyə görə razıyam? Adamdan soruşarlar da, niyə görə razısan bəs? Onun səbəbini verməlisən. Birinci olaraq yazıram. Firstly, ilk olaraq discuss eləyəcəyimiz iş nədir? Necə icazə, indi bu mənim fikrimdə, yenə deyirəm uşaqlar, siz başqa bir şey də yaza bilərdiniz. Necə icazə vermək lazımdır onlara? Baxın, how allowing them ki, bu cəmiyyətə nə versin? Fayda versin. Yəni da indi hamının da qapısını açıb zindana demək olmaz ki, get, məsələn, iməcli işləri gör də. Məsələn, mən belə düşünmüşəm ki, bunlara icazə vermə tərzi də düşünülməlidir, elə deyil. Yəni, ilk məsələ budur. Birinci səbəb olaraq, necə icazə vermək lazımdır ki, bu cəmiyyətə nə versin? Fayda gətirsin. İkinci olaraq da uşaqlar, cəza kimi, punishment bilirsiniz də, cəza deməkdir. Cəza növü olaraq, cəmiyyətin işini görməyin vacibliyi. Bu da digər bir səbəb. Okey, bunları deyəndən sonra sizin girişiniz bitdi. Və deyərdim ki, elə ən vacib məsələ girişdir uşaqlar. Görürsünüz, girişi yazandan sonra bir şey qalmır. Onsuz əsas hissələrdə bu səbəbləri izah eləyirsiniz. Demək, səbəbi verə bilmirsənsə, deməli, sən onun izahını da verə biləcəksən də belə götürəndə. Bax, bu formada. Sonra gəlirəm, baxın uşaqlar, burada yenə baxın, on the one hand-in. Bayaq dediyim kimi, mənlə əksərən bunu istifadə edirəm. Məsələn, on the one hand, bir tərəfdən tutaq ki, given work to those who break the law as an alternative to jail can have a good impact on their community. Yəni, məsələn, tutaq ki, uşaqlar yazıb ki, yazmışam daha doğrusu burada, jailə atmağın əvəzinə bir alternativ ola bilər bu insanlara iş verməyin. Və hansı ki, bu da cəmiyyət üzərində nə eləyə bilər? Müsbət təsir göstərə bilər. Bir də dostlar, nümunə verməyi də unutmayın. Bax, for example hissəsi. For example, yadınıza gəlirsə şeydə də var idi. Avantaj, dezavantajda da var idi. Baxın, burada da var. Gördüyünüz kimi. Sonra da on the other hand, bunun hamısını oxumaq istəmirəm. Digər tərəfdən də şeyə başlayıram. Cəza kimi bunun vacibliyi. Yəni, niyə görə yaxşı ideyadır? Başlayıram onu izah eləməyə. Bir də axırda nəticə vermişəm. In conclusion. Bunu kim deyə bilər uşaqlar? Bunun conclusion tərcümə eləyək.
In conclusion. Nə demək istəmişəm buradan? Kim deyər uşaqlar? Yoxdur ürəkli adam. Deyin, yaxşı. Ha, kiçik şeylər, qanun pozuntuları ediblər. Hı. Yox, çox çalışmalıdırlar. Work hard. Hı -hı. Hə. Yəni bu hissəni bəli düz. Buram düz dedi. Yəni kimlər ki, uşaqlar, bu onu da qeyd eləmişəm ki, kiçik cəzalarda elə deyil. Və indi böyük cəzaları nətər gətirir? Deyək ki, məsələn, küçəni süpür, hə, sənin cəzan qurtardı. Kiçik cəzalar, belə deyək də, insanlar işlər görə bilərlər. Bəli, bunu dedik ki, çox çalışmaq, zibil toplamaq, sıradan çıxmış binaları rəngləmək, sonra yolları süpürmək və s. Bəli. Sonra davamda nə demişik? Helping the community, yəni cəmiyyətə kömək eləmək, uşaqlar, onların borclarını ödəməyin bir yolu olmalıdır. Bu should şey olmalıdır deyil ha, yəni necə deyərlər, must-ın sinonimi deyil. Yəni olmalıdır deyəndə burada %100-dən söhbət getmir. Bu məsləhətdir. Yəni advice-də olmalıdır, məsləhət xarakterlidir. Və davamda da deyir ki, learning not to reoffend. Yəni bu hissə reopen nə mənaya gələ bilər? Bir dənə soruşun, beyninizi biraz işlədək sağlayın. Reopen. Bir növ hə. Yəni yenidən etməməyi, open nə deməkdir? İncitmək də belə deyəndə. Yenidən open cinayət törətməkdir. Yəni open-sın sinonimidir əslində. Daha doğrusu fail versiyasıdır. Yəni yenidən cinayət törətməməyi öyrənməlidirlər. Belə. Yəni bu da olur uşaqlar əqli düzəqli essesi bu versiyada yazılır. İndi bunun strukturu ilə bağlı və bayaq yuxarıda izah etdiyim avantaj dezavantajla bağlı beyninizdə bir qarşılıq yaranmadı. Varsa deyin, bugün bunları həll eləyək ki, da gələn dərsdə bunları danışmayım da, ancaq yaza bilək, işləyə bilək üstündə. Hə, göndərəcəm sizə. Hamısı. Hamısı sayılır. Sağ olun. Yəni uşaqlar, nöqtə, vergülü çıxmaqla bütün nə bilirsiniz, artiklı, artiklı, yəni hər bir şey sayılır burada. Yaxşı? Sual yoxdur dostlar. Yəni deyirəm, bugün bunların hamısını yekunlaşdıraq da uzanmasın da, hər dəfə bu writing hissəsinə baxmayaq. Görüm discuss post-view varsa, xırda bir də onu göstərəyim. Hə, discuss post-view'dan bir dənə bir şey deyim də, onu yaxşı olur. Digər şeylərinə baxmayacağam. Sadəcə vaxtımız az qalıb dostlar. Hardasa bir ay qalıb da, ona görə belə tələsik gedirəm. Bir 3-4 ayımız qalsaydı, hər dərs birini izah eləyərdim. Ona görə bir sürətlə gedirəm ki, daha məsələn gələn həftə də bunun üstündə qalsaq, istər-istəməz vaxtımız gedir. Düzü 20-27-dir. Mən də danışanda o qədər danışıram ki, dayan. İndi uşaqlar, məsələ nədir? Discuss post-it-ə bir dənə bir şey deyəcəm, sonra sizə bir şey verəcəm, yazın deyə. Baxın, burada bayaq dedik, 2 dənə fikir olur, elə deyil. Və bunun birinci fikri budur, sizə verib. Fikir verirsiniz. İkinci fikri də budur. Yəni, discuss post-it əslində öz adında hər şey şeyə çıxardır da, necə deyir, üzə çıxarır. Nə deməkdir? Hər iki fikri müzakirə elə, bayaq da dedim. Yəni burada artıq sən fikir falan səsləndirmirsən. Mən həmişə tələbələr deyirəm ki, discuss post view varsa elə onu yazın. Çünki tələbənin fikir tapmağı biraz çətin olur əslində. Çünki onlar fikir məsələndə irəli sürmək tək tələbə yox, bəzən mənim də çətin olur fikir tapmaq. Çünki fikir uşaqlar elə bir şeydir ki,
biraz adamın dünya görüşü ilə bağlıdır, bir balaca oxuduqlarla əlaqədardır. Yəni ola bilər ki, sən nə bilim, şeylə bağlı oxumazsan, təhsil sferası ilə bağlı oxumazsan, heç bir dünya görüşün, anlayışın olmaz, amma gələr sənə təhsillə bağlı nəsə düşər. Belə. Yəni nəsə iqtisadiyyatla bağlı heç bir anlayışın olmaz, amma gələr mövzu iqtisadiyyatla bağlı düşər. Burada məsələ söz bilməkdən də kənar, normal, düzgün fikirlər səsləndirməkdir, arqumentlər verməkdir. İndi demirəm ki, belə aydan çaydan belə bilinməyən arqumentlər verin, yox. Sadəcə elə arqument olmalıdır ki, nə uşağımsı qalmasın, nə belə sadə qalmasın. Nə də ki, çox sizi çətinə salmasın. Yəni, orta tipli, yəni müəllimləri ələ ala biləcək tip olsun. Çünki writing uşaqlar həqiqətən çox çətin hissədir. Yəni nə mənada çətin hissədir? Bal baxımından deyirəm. Fərdi şey daşıdığına görə müəllim yoxlayır bunu. Ola bilər ki, sən yazdığın şeyi müəllim bəyənməsin, ya fikirlər üst-üstə düşməsin. Sonra onu irad da tuta bilmirsən müəllimə, çünki onu yoxlayan adam odur. Başa düşürsüz? Deyə bilirsən ki, mənim fikrim bu idi, amma biraz çətin məsələdir. Yəni onları şey eləmək. Ona görə çalışın, dediyim kimi, ortalama bir şeylər yazın və çoxlu mütaliə edin. Qəbula qədər mən sizə atacağam məndə kitab da var, orada çoxlu esselər var. Mövzu və onun yazılmış esse tipləri var. İndi hamısını oxuya bilməsəz də heç olmaya girişlərini oxuyun. Yəni görə bilirsiniz, burada əsas məsələ girişlərdir. Yəni burada həll olunur, ondan sonra keçirsən əsas hissələrə. Hə, belə. İndi uşaqlar, Discuss Post-da gördüyünüz kimi, baxın, 2 dənə fikir verib sizə. Yazıb bəzi adamlar düşünür ki, hökumət digər planetlərdə həyatı axtarmağa pul sərf eləməlidir, çoxlu. Digərləri də düşünür ki, bu sadəcə olaraq ictimaiyyətin pulunu, cəmaatın pulunu waste, yəni ki, şey eləmək, israf eləmək. Yəni bu iki fikir verdi sənə, sən bunları başlayırsan ayrı-ayrı abzaslarda, body 1-da birincini müzakirə eləməyə, body 2-da ikincini müzakirə eləməyə, neytrallığı qorumaqla. Mən belə düşünürəm, mən elə düşünürəm, yox. Axırda sadəcə öz fikrini verə bilərsən. Axırıncı bir dənə bunun nəticəsinə baxaq. Bax, gör nə yazmışam burada. In conclusion. Özü də burada uşaqlar, konkret olmuşam. Fəzanı tədqiqat eləmək gözləyə bilər. Can wait. Bizim ilk olaraq nəyin qayğısına qalmalıyıq uşaqlar? Öz planetimizin. Yəni öz planetimizin qayğısına qalmalıyıq, onu müalicə eləməliyik. Çünki burada yaşayırıq biz, aydındır. Və ona görə deyir, mən fikrimə, in my opinion, mənim fikrimcə, mən inanıram ki, baxmayaraq ki, digər formaları da belə deyək, o planetdəki yaşam versiyaları da maraqlıdır. Amma biz gərək ilk növbədə öz vaxtımızı, öz eforumuzu, səyimizi, pulumuzu nəyə həsr eləyək? Yerdə gedən işlərə. Bax belə. Bu da olur bunun nəticəsi. Yəni nəticədə hansı ilə razısan, onu deyirsən. Onda buradan nə nəticə çıxardıram? Onda mən nə ilə razı olmuşam? Mən razı olmuşam ikinci fikirlə. Digər cəmaatın fikri ilə ki, hə, cəmaatın pulunu boşu-boşuna havaya xərcləməkdir. Səma yox, digər planetləri tədqiq etmək. Uşaqlar, azdan çoxdan bir fikir formalaşdı sizdə. Nə demək istədim? Yumur, ağzından öpən yox. Bir şey deyə bilərik də, məsələn, pur təbəqə deyək. Biraz onları şey eləmək lazım, necə deyərlər? Yığmaq lazımdır, başa düşdün nə mənada fikirləri biraz səlqəyə salmaq lazımdır. Çünki onlar bal kəsintisinə gətirib çıxarır. Hə, biraz elmi. Bir damcı elmi. Okey. Hə, yəni belə uşaqlar, sözümün canı bu idi. Yəni esseləri mən dedim sizə. Bunun rekordunu da götürün, təzə atacağım qrupa, baxarsınız. Yenə deyirəm, o üçünü bir anda demə səbəbim odur ki, vaxtımız az qalıb da. Ona görə hər dərs birini desəm, çatdırmaram. Və indi gəlin bir praktik bir şey eləyək, praktika eləyək sizlə. Mən sizə mövzunu göndərəcəm uşaqlar. Diskas yox. Avantaj, dezavantaj mövzusu olacaq. Siz onu həm parafraze eləyəcəksiniz, giriş hissə, həm də ki, hər birinə dair
ən azı bir dənə avantaj və dezavantaj yazıb mənə göndərməlisən. Yaxşı, gözləyim də atıram.